Rusiyada xarici vətəndaşlar üçün sim kartların alınması qaydaları dəyişir. Rusiyada 2025-ci il oktyabr ayından etibarən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün sim kartların alınması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Artıq mobil rabitə xidmətinə qoşulmaq əvvəlkindən daha çox sənəd və prosedur tələb edir. Rusiya hökumətinin açıqlamasına görə bu tədbirlər sim kartların qeyri-qanuni dövriyyəsi, telefon dələduzluğu və saxta şəxsiyyət məlumatlarının istifadəsi ilə mübarizəni gücləndirmək məqsədi daşıyır. Eyni zamanda bu addım rəqəmsal təhlükəsizliyin artırılması istiqamətində atılan növbəti addım hesab olunur. Bəs nə dəyişir? Əvvəllər əcnəbilər Rusiyada sim kartı sadəcə pasport və miqrasiya kartı ilə ala bilərdilər. İndi isə bu kifayət etmir. Yeni qaydalar daha çox məlumat və təsdiqləmə tələb edir. 1. Goslugi portalında təsdiqlənmiş şəxsi hesab. Əgər bu hesab təsdiqlənməyibsə, sim kart almaq mümkün olmayacaq. 2. Biometrik qeydiyyat. Sim kart almaq istəyən şəxs barmaq izlərini və üz şəklini rəsmi biometriya sisteminə daxil etməlidir. Bu, adətən sistemə qoşulmuş bankların filiallarında həyata keçirilir. 3. Rəsmi sənədlər, yəni pasportla yanaşı miqrasiya kartı müvəqqəti yaşama icazəsi, yəni RVP və ya daimi yaşayış icazəsi, VNJ təqdim olunmalıdır. Bundan əlavə artıq başqa şəxsin adına sim kart almaq qəti qadağandır. Yəni Azərbaycan vətəndaşları Rusiyada Rusiya vətəndaşının adına nömrə almaq kimi əvvəlki üsullardan istifadə edə bilməyəcəklər. Operatorlar belə müraciətləri rədd edəcəklər. Bəs bu dəyişikliklər Azərbaycan vətəndaşlarına necə təsir edəcək? Rusiyada yaşayan və ya işləyən Azərbaycan vətəndaşları üçün bu dəyişikliklər mobil rabitə xidmətlərinin rəsmiləşdirilməsini bir qədər çətinləşdirəcək. Əgər şəxs Goslugi portalında qeydiyyatdan keçməyibsə və biometriyasını təqdim etməyibsə, yeni sim kart ala bilməyəcək. Əgər mövcud nömrə biometrik məlumatlarla təsdiqlənməyibsə, operatorlar belə nömrələri bloklayır və ya xidmətini dayandıra bilər. Turist və qısa müddətli səfərlər üçün bu qaydalar çox güman ki, tətbiq olunmayacaq, lakin uzun müddətli yaşayanlar və əmək miqrantları üçün məcburi olacaq. Və son olaraq Azərbaycan vətəndaşları üçün tövsiyələr. 1. Goslugi portalında şəxsi hesabın mövcudluğunu və aktiv statusunu yoxlayın. 2. Biometrik qeydiyyatdan keçin. Barmaq izi və üz tanıma məlumatlarını təqdim edin. 3. Yeni sim kart alarkən yalnız rəsmi operatorlara və dövlət tərəfindən təsdiqlənmiş prosedurlara müraciət edin. Və nəhayət 4. Başqasının adına nömrə almaq cəhdlərindən uzaq durun. Bu, qanun pozuntusu hesab olunur. Bütün hallarda yeni qaydalar Rusiyada yaşayan bütün əcnəbiləri, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil edilir. Məqsəd, mobil rabitədən istifadədə şəffaflığı artırmaq və dələduzluğun qarşısını almaqdır.